Tamam. Bir daha baştan izah edirəm. Əsrlərin, yüzilliklərin hesablanmasın. Bir əsr neçə il oldu? 100 il. 100 il. Ona görə də biz əsrə həm də nə dedik? 100 illik. İl. Yok, 150. 100 illik. Niyə? Çünki 100 ildir də. Bax, bura yazdım 100 il. İndi bunu elə bil ki, sayla yazdım da. Yazdıq 100 illik. Demək, tak ki, məsələn üçün biz əsrə həm də nə deyə bilərik? 100 illik. 150. Testdə bunların ikisi də düşür. Məsələn, yazıram məsələn. Deyirəm ki, 5-ci əsr və ya deyə bilərəm ki, 5-ci yüzillik. Bu eyni mənadır. Yəni, əsrlə yüzillik eyni məna kəsb edir uşaqlar. Aydın oldu? Bir daha Hemşire de başdan gedirəm. mesela Bir əsr neçə ildir? 100 il. 100 il. Biz əsrə həm də nə deyirik? 150. 100 illik. 1000 il isə adından da məlum olduğu kimi elə 1000 ildir. Bura kimi başa düşmədiyiniz bir şey var? Bir əsr neçə il oldu, Əli? Birisi 100 yıl oldu. 100 yıl oldu. Ay, sağ ol. Əsrə Birisi həm də nə dedik 100 oğlum? yıllıktı. 150. 100 illik. 100 Ay, yıllık. sağ ol. Diyelim ki Tamam. müəllimə, burada 1000, 100 minlik ola bilər. Bir Belə bir min nə şey. ola bilər? Deyirəm ki, 1000 yazmışıq. 1000 il deməkdir. 1000 illik ola bilər. Bəli. Ay, sağ ol. Buna da min illik deyilir. Min illik. Hüseyin oğlum başa düşdün əzizim? Müəllimə, mən axırıncı əsrdə 100 il, 100 illik, məsələn demişik 5 əsr, Hı -hı. 100 illik. Onu 5-ci mən başa əsr. düşmədim. Bəli, onu başa 5-ci düşmədim. əsr, 5-ci yüzillik deməkdir. Bax, biraz əvvələ bax oğlum. Bura yazmışam ki, əsr həm də nəyə bərabərdir? 100 illiyə. 100 il, Demək, əsrin əvəzinə həm də başqa nə yaza bilərəm? 100 illik. 100 illik. İndi burada 5-ci əsr də deyə bilərəm. 5-ci yüzillik də deyə bilərəm. Yəni, sadəcə burada sözü dəyişdim. Əsrin əvəzinə Başa nə yazdım? 100 illik yazdım 100 oğlum. Çünki bu eyni şey demək. Yəni, sinonim sözlərdir də. Mənaları eynidir, yazılışları ayrıdır. Yaxşı? başa düşdüm mən. Əla. Tamam. İndi gəlin bu yüzillikləri ili əsrə necə çeviririk, onu öyrənək. İli Müəllim, bir əsrə dənə sözü çevirmək istəyirəm. üçün, hə, Deyirəm ki, burada bir əsr 1000 il oldu. hı -hı. İndi Bir 5 əsr əsr yox. 5000. Min il, 5 əsr. 5000, bir Məsələn, min illik də, yəni. Min il deməkdir. mən deyirəm ki, burada bir əsr 100 ildir. Hı -hı. İndi ona görə də 5 əsr 500 500 ildir. olmalıdır. Ay, sağ ol. 5 Hə, 500 əsr. illik olmalıdır. Bax, məsələn, Hı, indi izah eləyəcəm. Biraz səbirli ol, Əli. Bax, 5 əsr, yəni 500 il deməkdir. hı. Aydın oldu? Bəli, Yəni, sonra bura yazım. İkinci yüzillik. İkinci yüzillik. 2 200 əsr. il deməkdir. Aydın oldu? 2. Çünki əsrin əvəzinə 100 eləyirəm də. Burada yazım axı, bir əsr 100 ildir. Tak ki yazıram. Üçüncü əsr. Buna deməkdir, 3 olduğu kimi saxladım. Əsrin əvəzinə yazdım 100. 100-ün 100. də əvəzinə sıfırın yazıram. Sadəcə olaraq sıfırlarım. Axırdakı o 2 sıfırın. Bəli, Aydın oldu oğlum? 300. Yəni, Bəli, üçüncü əsr 300 il deməkdir. Aydın oldu? Hı. bəli. İndi Bəli, müəllimə. gəlin deyək, məsələn, üçün hər hansı bir il deyək. Hüseyn, bir də rəqəmdir. 3 rəqəmlidir. Rəqəmli bir dənə rəqəm. Hı -hı. 190 müəllimə. 190. Tamam, məsələn üçün verilib ki, 190-cı il neçənci əsrdir? İndi biz hesablayaq ki, görək, 190-cı il neçənci əsrdir? Bunu hesablamaq üçün uşaqları nə edirik? İli əsrə çevirən zaman, biraz əvvəl dedik ki, bir əsrdə 100 il var, düzümü? 100-də də Bəli. 2 sıfır var.
Ona görə də illi əsrə çevirmək üçün sondan 2 rəqəm ayırıram. Sondan 2 rəqəm ayırdım. Əgər ayırdığım bu 2 rəqəm sıfırdan böyükdürsə, qarşıda qalan rəqəmin üzərinə 1 əlavə eləyəcəm. Və alınan rəqəm bizim əsrimiz olacaq. Bir daha təkrar edirəm. Bir əsr 100 il idi. Düzdürmü? 100 ildə də 2 dənə sıfır var. Ona görə də illi əsrə çevirmək üçün hər hansı bir rəqəm olursa olsun fərq etməz. Sondan 2 rəqəm ayırıram. Sondan 2 rəqəm neçədir burada? Biri oldu 0, 0, biri de oldu bir dolu 9. 9. Düzdürmü? Bəli. Bəli müəllimə. Sondan 2 rəqəm ayırdım. Bu neçə oldu? 90. İndi baxıram. 90 sıfırdan böyükdürsə, qarşıda qalan rəqəm neçədir burada ayırmadığımız? 1. 1-in üzərinə 1 gələcəm. Eləyəcək 2. Demək bu 190-cı il neçənci əsr imiş? 2-ci əsr. İkinci əsr müəllimə. Aydın oldu? Tamam. İndi bir başqa rəqəm deyirəm. İndi Əli desin. Əli bir rəqəm de oğlum. 210. 210. İndi soruşuram ki 210-cu il neçənci əsrdir? Neyniyəcəm? İli əsrə çevirmək üçün. Sondan 2 rəqəm ayırıram. Sondan 2 rəqəm ayıranda da neçə olacaq bu? 10. Sonra baxıram. 10 sıfırdan böyükdürmü? Bəli, sıfırdan böyükdür. Əgər sıfırdan böyükdürsə, qarşıda qalan rəqəmin üzərinə Hüseyn. Neçə əlavə eləyəcəm oğlum? Hüseyn, əvvəlcə başa düş oğlum. Bunları zaten sənə göndərəcəm. Başa düş, sonra özün üçün bir-iki qeyd eləyərsən. Sonda əvvəldə hansı rəqəm qalıb? 2. İndi 2-nin üstünə neçə gələcəm? 1. Niyə? Çünki sıfırdan böyük idi. Demək, neçənci əsr eləyəcək bu? Üçüncü əsr. 3-cü. Aydın oldu? Bəli. Aha. Bəli, Hələ. həmişə sondan 2 rəqəm silinir. O qalan, məsələn, 2 qalıb. Həmişə üstlərinə 1 gəlirik. 2-nin üstünə 1 gəldim, 3 elədi. Yəni həmişə 1 gəlirik. Bəli. Onu deyir. Bir dənə istisna var, indi onu deyəcəm. Bunu tam başa düşün. Tak ki, Əli, deyirəm ki, oğlum, 725-ci il neçənci əsrdir? Əli, oğlum, necə hesablayarsan bunu? Necə öyrəndik? Sondan 2 rəqəm silirik. Silmirik, ayırırıq. Ayrılır. Hı hı. 25. 25. 25 nədən böyük olmalıdır hesablayıram? 25. Hüseyn, nədən böyüklüyünə baxıram? Bura qeyd elədim. Müəllimə sıfırdan. Müəllimə Ay, sıfırdan. sıfırdan. İndi 25 sıfırdan böyükdür oğlum. Bəli müəllimə. Bəli. Ona görə də nə 25 edəcəm Əli? Ona görə də üstünə müəllimə 1 7 gələcək. gələcək. Bəli. 7-nin üstünə ay sağ ol. 1 gəldim, elədi 8. Demək, neçənci əsr imiş? 8-ci əsr. Və ya Rum rəqəmlərini bilirsiniz də uşaqlar. Bəli müəllimə. Ən çox biz Rum rəqəmdən istifadə edəcəyik. 8-ci 100 illik. Aydın oldu? Tamam. İndi bunu Hüseyin hesablasın bizim için. Hüseyin, 901-ci il neçənci 100 illikdir? Müəllimə, indi biz sondan 2 rəqəmi Ayıracağıq. götürürük. Sıfır. Ayıracağıq. Hı hı. Yəni müəllimə, biz sıfırdan böyükdür, 1 sıfırdan böyükdür müəllimə. Ay sağ ol. Ona görə sonra axırda bu böyük olduğuna görə axırda o ayırmadığımız rəqəm 9-da axı. 9-un üstünə də 1 gəlir. Aha. O Ay göstərir sağ ol. müəllimə. Demək, neçənci əsr imiş oğlum? 10-cu əsr müəllimə. Ay sağ ol. Aferin oğlum. Və ya 10-cu 100 illik. illik. 100 illik.
Tamam. Əli oğlum başa düşdün. Əli bunu da sən de. Bəli. Ee, Bəli. 606-cı il. Neçənci? Sonra 2 rəqəm ayırırıq. Ay sağ ol. Yəni bu sıfırdan böyükdür 6. Aha. Ona Ay görə sağ də ol. bunun sonunda da 6'nın da üstünə 1 gəldim 7. Ay 7-ci sağ əsr. ol. Aferin oğlum. Demək neçənci əsriymiş bu? Neçənci 7-ci əsr. yüzilliymiş? 7-ci. Düzdür. 7-ci yüzillik. Bura ki məncə hər şey aydın oldu uşaqlar. Düzdür? Bəli. Bəli. İndi burada nəyə diqqət yetirəcəksiniz uşaqlar? Məsələn, ta ki, bəs əgər rəqəm 1500'dür. Tak. 1500-cü il verib. Deyir 1500-cü il neçənci əsrdir. İndi arxadan yenə də sondan 2 rəqəm ayırdım. İndi baxıram ki, bu sıfırdan böyük deyil axı, sıfıra bərabərdir. Düzdürmü? Sıfır sıfıra Bəli. bərabərdir. Sıfır sıfırdan böyük deyil axı. Bəs onda nə edəcəm? Onda heç bir dəyişiklik olmayacaq. Qarşıda qalan rəqəmi, yəni 15-in üzərinə elə sıfır əlavə eləyəcəm. Eləyəcək neçənci əsr? 15-ci əsr. 15-ci əsr. Yəni bu sondan ayırdığımız 2 rəqəm ya sıfıra bərabər ola bilər sondakı 2 rəqəm ya sıfırdan böyük ola bilər ya da bərabər. Aydın oldu? Yəni sıfırdan kiçik olması mümkün deyil də. Sıfırdan kiçik ancaq mənfi ədədlərdə ola bilər. Biz də illərin hesablanmasında filan mənfi rəqəmdən istifadə eləmirik. Yaxşı uşaqlar? Müəllimə bir dənə söz deyə bilərəm. De əzizim. Müəllimə indi siz yazmışsınız 1500-cü il neçənci əsrdə. Hı. Müəllimə orada sonuncu 2 dənə sıfır, yəni sıfıra bərabər olduğuna görə bir Bəli. üstə gəlmədi. Bəli, sıfıra bərabər olduğuna görə. İndi ona uyğun bir rəqəmlə deyim. Əli, məsələn, oğlum, deyirəm ki, 700-cü il neçənci əsrdir? 7-ci. Ay sağ ol. Arkadakı sıfıra bərabər Sıfır, olduğuna görə sıfır, qarşıdakı sıfır, rəqəmin sıfır, üzərinə yedinci sadəcə əsr. 0 gələcəm. O da eləyəcək neçənci əsr? 7-ci 7-ci əsr. Məsələn, Hüseyn, Saki oğlum, yazmışam ki, 500-cü il. Mənim 5-ci əsr. Ay sağ ol. Belə. Bunda çətinliyiniz oldu? Xeyr, müəllimə. Əla. Məsələn, gəl indi bunu belə yazın da siz üçün. Sizcə, əgər desəm ki, birinci əsrə neçədən neçə kimi rəqəmlər daxil olar? Birdən 100-cü Doxsan. ildə daxil olmaqla. 100-cü il. Hə, 100. Məsələn, indi gəlin burada bir rəqəm deyim. Ta ki, burada deyirəm ki, 45-ci il. 45-ci il. Əli, 45-i çevir əsrə oğlum. Eşitmədim mən. Bax, yazmışam ki, 45-ci il. 45-i əsrə Neçənci? çevir oğlum. 45-i əsrə necə çevirərsən? 45 əsrə çevirmək üçün onun Aha. 45. Bax, gəlin buradan yazım. 45-ci il. Neçənci əsrdir? Hüseyin, necə eləyərik oğlum? Dedim ki, 45. Sondan 2 rəqəm ayırdım. Düzdürmü? Bəli. Sıfırdan böyükdürmü? Bəli, sıfırdan böyükdür. 45-in önündə nə var burada? Bu da sıfırdır da. Elə deyil mi? Bəli. İndi 45 sıfırdan böyükdürmü? Bəli, böyükdür. Əgər böyükdürsə, öndə olan, yəni sıfırın üzərinə 1 gələcəm. Neçənci Bəli, əsr? birinci əsr. Birinci əsr. Elədir, birinci əsr. Aydın oldu oğlum? Bəli, müəllimə. Məsələn, ta ki 77-ci il.
neçənci Mən, yüzillikdir? Mən desəm olar. Olar. mən nəyi? Mənim burada 77-ci il 100 illik deyirsə, orada sonuna 2 rəqəmi götürürük. Hı -hı. 77-ni. O da sıfırdan böyük olduğuna görə, onun da qabağında rəqəm olmadığına görə onun üstünə 1 gəlir. Ay, Eləyib birinci bəli, yüzillik. düzdür. 77 sıfırdan böyükdür. Bunun da önündə sıfır var. Sıfırdan böyük olduğuna görə qarşıdakı rəqəmin üzərinə 1 gələcək. Eləyəcək birinci əsr. Əli oğlum, indi bunu Mən sən de. Məsələn, 82-ci il. Burada sondan qalan 2 rəqəm sildik. Yəni 82-nin özünü Ayırır. sildik. Ayırırıq. Ayırırıq. Aha. Bu 82 sıfırdan böyükdür. Ona görə qarşısında sıfır da olmalıdır 82. Yəni sıfırın da üstünə 1 gəldim. Çünki Ay, sağ sıfırdan ol. böyükdür. Düzdür. Ona görə də bir əsr. Ay, sağ ol. Bəli. İndi 82 sıfırdan böyük olduğuna görə biz üzərinə 1 gələcək. Bəs nəyin üzərinə 1 gələcəm? 82-nin önündə 0 var. O sıfırın üzərinə 1 gələcəm. Eləyəcək neçə? Birinci əsr. Bir. Yəni Əsr. uşaqlar, birinci ildən 100-cü ildə daxil olmaqla hər hansı bir rəqəm versə, bu birinci əsrə aiddir və ya birinci yüzilliyə aiddir. Məsələn, tak ki yazmışam 2-ci il. Sizcə 2-ci il birinci əsr olar? 2-ci il birinci əsr. müəllimə. Niyə, Hüseyn? Bax, oğlum. Yazmışam ki, 2-ci il. Neçənci yüzillikdir? Bu 2-dir. Ayırdım. 2 sıfırdan böyükdürmü? Bəli, 2 sıfırdan böyükdür. Düzdürmü? Ola bilər. Bunun da önündə 0 var. 2 sıfırdan böyük olduğuna görə üzərinə 1 əlavə eləyəcəm. Eləyəcək neçənci əsr oğlum? Birinci əsr Birinci əsr. və ya birinci yüzillik. Aydın oldu? Yəni sizə 1 ilə 100-ün arasında hər hansı bir il versə, biz buna deyəcəyik nə? Birinci əsr. Birinci əsr. İndi gəldik ikinci əsrə. İkinci əsr. İkinci əsrdə uşaqlar 101 ilə 200 arasında 200-cü il daxil olmaqla hər hansı bir il vermiş olsa, bu olacaq neçənci əsr? İkinci əsr. İkinci. Məsələn, bax, nə üçün dedik 101? Gəlin bunu aşağısı sizə izah edeyim. Bax, məsələn, 100-cü il. Bunu Əli desin. 100-cü il neçənci əsrdir? Birinci əsr. Necə hesabladın oğlum onu? Tərsinə eləyən. Eğer biz sondan 2 rəqəm Ondan 2 sildik. rəqəm ayırdım. 0, 0. Bəli, Düzdürmü? bəli. 0, 0 Yəni da sıfır nədir sıfıra burada? bərabərdir. Bərabərdir. Bəli. Əgər Ona görə də bərabər birinci isə sıfır gəldi. öndəki rəqəmin üzərinə sadəcə 0 əlavə eləyəcəm. Sıfır. Eləyəcək birinci Eləyəcək əsr. Düzdürmü Hüseyn? Bəli. Başa düşdüm müəllimə. Əla. Hüseyn oğlum, indi yazdım ki, 101-ci il neçənci əsrdir? Hüseyn oğlum, bunu Mənim- hesabla. Müəllimə, indi orada sondan 2 rəqəmi ayırırıq. Ay sağ ol. Orada 1. Oradakı 1 sıfırdan böyük olduğuna görə Ay sağ ol. birinci ayırmadığımız rəqəmin üstünə 1 gəlir. Ay sağ Yəni ol. birinin üstünə 1 gəlir. Yəni ikinci əsr. Müəllimə. Ay sağ ol. Aferin oğlum. Demək ki 100-cü il birinci əsr oldu. Bir il keçəndən sonra artıq, bax 101 oldu neçənci əsr? İkinci əsr. İndi mən İkinci burada əsr. uşaqlar 101-də yazsam, 102-də yazsam, 103-də yazsam, 104-də yazsaq, ta məsələn üçün 199 və nəhayət 200. Mənim 200 Bunların də hamısı daxil oldu. neçənci əsr olacaq? İkinci İkinci əsr. Bax, 200 0 0-a bərabərdir. 2-nin də üstünə 0 gələcəm. Eləyəcək ikinci əsr. Aydın oldu? Yəni dolayısıyla 101 ilə 200 arasında hər hansı bir il versə,
Bu olacaq neçənci əsr? İkinci əsr. Birin, Məsələn, hayır, dedik burada 102 götürə bilərəm, 121-ci il götürə bilərəm, 138-ci il götürə bilərəm, 167-ci il, 198-ci il və nəhayət 200-cü il. Bunların hamısı neçənci əsr olacaq? İkinci əsr mənim. İkinci əsr. Ben Ay, deyirəm ki, 201'den 300'e kadar mesela. necə Onlar oğlum? 201'den 300'e kadar. Ay sağ ol. Onlar O olacaq üçüncü. 3-cü əsr. Yazıram Belə 3-cü deyil. əsr. Bu olacaq. Bax burada 200 ilə bitibsə, mən artıq bura nə yazmalıyım? 201. 201. 201-dən ta ki 300'e 300-də kadar. daxil olmaqla 300-cü il. Bu hamısı neçənci əsr olur? 3-cü əsr. Üçüncü. Yaxşı Hüseyn. Hüseyn, məsələn üçün bu illər ərzində mənə 3-cü əsrə aid olan bir dənə hər hansı bir rəqəmdir. Hüseyn. Mən məsələn deyə bilərəm ki, 200 mənim 10. Ay sağ 210. ol. Məsələn 210. Niyə? Çünki sondakı iki rəqəmim 10-dur. 10 sıfırdan böyükdür. Ona görə də 3-ün üstünə, 2-nin üstünə 1 gələcəm, 3 eləyəcəm. 50 bir dənə sən Bu da rəqəmdir. 299. Ay sağ ol. 299. Ən sonuncu rəqəmim neçə olacaq burada? 300-cü il. 300. Aydın oldu. Sonra Evet. Hüseyn, 4-cü əsr. Neçədən neçəyə kimi olacaq oğlum? mənim 301-dən 400-ə qədər. Ay sağ ol. 301, 400 özü daxildir yoxsa yox? Daxildir. Daxildir mənim. Daxildir, bəli. Məsələn, burada rəqəmdir Hüseyn. Mənim məsələn deyə bilərəm ki, 339. Olar. 339. 51-in də sən de oğlum. 400. 400. Ay sağ ol. Bura kimi hər şey aydın oldu uşaqlar. İndi məsələn, Bəli, bəli. 2-ci əsr neçədən neçəyə kimi olar? Mən 400. desəm olar. De. Deyəlim. 401'den 401-dən 500'e. 500-ə qədər. 401-dən 500-cü 500'e ilə kadar. kimi. 6-cı əsr neçədən neçəyə olar? Hüseyn. 501'den 600-ə qədər. 501-dən 600. 600'e kadar. ay sağ ol, 600-ə kimi. Əli, 7-ci əsr 601'den 700'e kadar. ay sağ ol, 601-dən 700-cü ilə 700'e. kimi. 700-cü il. 700'e. Sonra belə, yəni bu intervalla davam edir. Məsələn, Əli, 11-ci yüzillik neçədən neçəyə kimi 11-ci yüzillik olar oğlum? Sakitlik oldu. Bir dəqiqə mən tapıram indi. Tamam. Ben değil mi? Hə, deyəli. Ben 1001'den Ay sağ ol. 1100'e kadar. 1001 bax. Yazdım bura neçə? 1001. Düzdürmü? 1001. 1001 sondan 2 rəqəm ayırdım. 1. 1 sıfırdan böyükdür, böyükdür. Onda 10 11'den 1100'e olacaq. kadar. Bəli, onun da üstünə 1 gələcəm. Eləcək 11-ci əsr. Demək, Eləməni 11-ci əsr 1001-ci ildən başlayır. 1001-ci ildən neçənci ilə kimi davam eləyər sizcə? Mən 1100. 1100. Mən 1100-ü özü də daxil. Ay sağ ol. 1100-ün özü də daxildir. Bəli, sondan 2 rəqəm ayırdım. 0. 0 sıfıra bərabərdir. Burada da qalıb 11. 11-in üstünə 0 gələcəm. Eləyəcək neçənci əsr? 11-ci əsr. 11-ci. Aydın oldu uşaqlar? Yani ama Aynen. bu əsrlər takip edir 1100'e kadar. Başka sayı. 11-ci əsr, bəli, 1001-dən, 1001, 1002, 1003, 1004, axı 100 ildir. Bax, fikir verirsinizsə, bizim illərimiz ancaq 100 il, 100 il davam eləyir. Bəli, bəli. Çünki əsr də axı. Bir 1001-dən əsr 100 il. 1100-ə daxil olmaqla. Demək, 11-ci əsr 1001-ci ildən ta ki 1100-ə. 1100-cü
ildə daxil olmaqla davam edir. Aydın oldu uşaqlar? Uşaqlar linkimizi vaxtı Mən bitir. Eyni linkə daxil olun. Yaxşı. yaxşı. Məsələn, indi gəlin yazım sizin üçün bura. Əli mənə eşidirsən oğlum? Bəli, Məsələn, eşidirəm. yazıram 21-ci əsr. 21-ci yüzillik. Neçədən neçəyə kimi olar sizcə? Mən hesablayım. Qarşıda 21 olmalı, 21-ci əsr olması üçün rəqəm neçə ilə başlamalıdır ki? 21-ci əsr. Hə, Mən 2000, 200 2001-dən 2001-də. 2000-ə qədər. Ay, sağ ol. Bəli. 2001-dən 2000, ta neçəyə 2000, kimi? 100-ə 2100 qədər mən. 2100-ə 100-ə qədər. 100-ə qədər. kimi? 2100-də özü də Evet. daxil. Aydın oldu? Bəli. İndi məsəl üçün biz bu intervalın daxilində neçənci ildik? 2025-dəyik. Düzdürmü? Hə. Ta oradan İndi bunun üzərinə 75 il var da hələ. 75 ildən sonra 22-ci əsr olacaq. hə. Elə deyilmi? Bəli, bəli. Bu da belə. Tamam. Bunu da dedik. Məsələn, Hüseyin 19-cu yüzillik. Mən indi tap. Aha. Mən 1901-də mən 1900-ə 1901-dirsə, bax dedin ki 1901. Bax aşağıdan yazıram. 1901-dirsə, səncə onda 19-cu əsr olar? Yoxsa 20-ci əsr? Yox, mən xeyr. Bax, əgər 19 deyirəmsə oğlum, rəqəm 1800-lə başlamalıdır, 18-lə başlamalıdır. Ki, Elə mən bil- onun üzərinə bir gəlim. Elə Mən bildim ki, 19-cu əsr, yəni elə olanda həmişə bir çıxır. Ay sağ ol. Yəni bir çıxsan indi düşün, fikrində onu elə bil ki 19-dan başlanğıc rəqəmi 19-dan bir dənə aşağı elə ki, onun üzərinə bir gələndə 19 olsun da o. Hı. Mən 1801-dən 1900-ə qədər. Ay sağ ol. 1801 eləməliyəm ki mən onu. Onun 1900. üzərinə bir gələndə, yəni 18-in üzərinə bir gələndə bu artsın da 19-cu əsr eləsin. Yəni 1801 sondan 2 rəqəmi ayırdım. 0. 0 birdən böyükdürmü? Bəli, böyükdür. Onda 18-in üzərinə 1 əlavə edəcəm. Eləcək 19-cu əsr. Əsr. Bu ta davam eləyəcək 1900-cü ildə daxil olmaqla. Niyə? Çünki sondakı 0 0-a bərabərdir. Ay, sağ ol. Onun da üstünə 0 gələncəm, eləcək 19-cu əsr. Tamam. Bunu da yazaq. Demək 19-cu əsr 1801-dən 1900-cü ildə daxil olmaqla. İndi Əli desin 16-cı əsri. 16-cı əsr. Aha. 1501-dən Ay, sağ ol. 1601. 1601 yoxsa 1600? 1501-dən 1600-ə qədər. Ay, sağ ol. 1600 özü də daxil olmaqla. Daxil olmaq. Artıq 1601 desəm, O o 17. 17-ci əsrdir. Çünki 1 artıb da artıq. Ta 1700-də daxil olmaqla. Bura ki, məncə hər şey aydın uşaqlar. Düzdürmü? Bəli. İndi gəlin əsrin yarısını öyrədim sizə uşaqlar. Əgər bir əsr 100 ildirsə, sizcə onun yarısı neçə eləyər? 100-ün yarısı. 50. Ay, sağ ol. Gəlin burada öyrədim sizə əsrin yarısı. Əsrin yarısı nədir uşaqlar? Dedik ki, əsr 100 il idi. Bunda bunun 2 dənə yarısı olur. Birinci yarısı, bir də ikinci yarısı. Birinci yarısı uşaqlar 1-dən 50-yə kimidir. İkinci yarısı isə 51-dən bu 100-ün axırda sonda 2 sıfırı var. O da daxil olmaqla. Amma məsələn, yaxşı, burada əvvəlcə sizə bir şey deyim.
Bax, 1601, bir də 1700. Sizcə 17-ci əsrin birinci ili hansıdır, sonuncu ili, ən sonuncu ili hansıdır? Birinci ili 1601'dir. Birdir. Ay sağ ol. Ən Sonuncu sonuncu ili də 1700. 1700-cü ildir. Hüseyin, bunu başa düşdün oğlum? Bəli, müəllimə, başa Əla. düşdüm. İndi əsrin yarısına davam edirəm. Əsrin yarısı 1-dən 50-yə kimi, ikinci yarısı 51-dən 00. Bu nə deməkdir uşaqlar? Məsələn, bir dənə rəqəm deyirəm. Tak ki, deyirəm ki, 1722-ci il neçənci əsrin neçənci yarısıdır? Çevirək bunu əsrə. 50 neçənci əsrdir 1722? Sondan 2 rəqəm ayırdım. Sonradan 2 rəqəm ayırırıq. Baxıram, Yəni sıfırdan böyükdürmü? böyükdür. Peki, Sıfırdan 17-nin böyük. üstünə bir gəlin 18. Ay sağ ol. Bunun da üstünə bir 18 gələcəm. bəy Eləyəcək 12. 18-ci əsr. Demək, neçənci əsr imiş? 59. 18-ci əsr imiş. İndi deyir ki, neçənci yarısıdır? Bəs bu yarısı necə hesablayıram? Yenə də baxıram. Əgər bu sondakı 2 rəqəm 1 ilə 50-nin arasındakı olan hər hansı bir rəqəmdirsə, bu birinci yarısıdır. Bax, bu ayırdığım 2 rəqəm var ha, 22. Əgər ayırdığım bu 2 rəqəm 51 ilə 100 arasında bir rəqəmdirsə, olacaq ikinci yarısı. İndi səncə Əli, bu 22 oğlum, birinci yarısıdır yoxsa ikinci yarısıdır? Birinci yarısıdır. Səncə Hüseyin doğru dedi yoldaşın? 22 1 ilə 50-nin arasına ayrılan rəqəmlərdəndir, yoxsa 51 ilə 100-ün? Birlə əlində mən Hüseyin, 22 50 ilə 1-in arasındadır, yoxsa 51 ilə 100-ün oğlum? müəllimə, 1-dən 50-nin arasında. Ay Müəllimə. sağ ol. 1 ilə 50-nin arasında. İndi demək bu neçənci yarısına aid imiş? Birinci yarısı müəllimə. Birinci yarısı. Demək 18-ci əsrin neçənci yarısıymış bu? Birinci yarısı müəllimə. Birinci birinci yarısı. yarısı. Aydın oldu? İndi bir Bəli. rəqəmdə deyirəm. Bunu Hüseyin izah eləsin. Hüseyin, məsələn, Mən sonra kimi nəzər edirəm. deyəcəm. Hamısını deyəcəm. Narahat olmayın. Məsələn, 737-ci il neçənci əsrdir? Neçənci yarısıdır? Müəllimə, bunun əsrini tapmaq üçün sonuna 2 rəqəmi götürürük. Aha. 37. 37 də 0-dan böyük olduğuna görə o ayırmadığımız rəqəm 7-nin üstünə də 1 gəlir. Yəni səhvdir. Bu 8-ci əsrdir. Ay sağ ol. Düzdür olur. Bu da 8-ci 8-ci əsr. İndi yarısını tapaq. Yarısını taparkən Aha. mən Bu sondakı birinci 2 rəqəm, ayırdığım 2 rəqəm. 37. Ay sağ ol. birincini yazdım. Bəli. Çünki 1-dən 50-nin arasındadırsa, eləyəcək birinci yarısı. Demək, əsrin yarısı necə tapdıq? Əgər sondakı 2 rəqəm. 2 rəqəm 1 ilə 50-nin arasındadırsa, birinci Birinci yarısı, Əgər 51 ilə 51-dən də 100 100 arasındadırsa, ay sağ ol. ikinci. Bu olur İkinci yarısı. ikinci yarısı. Yəni bizim işimiz ancaq sondakı bu 2 rəqəm üzərində aparılır ən əsas. Aydın Siz oldu? niyə ora 2 ilə 0 yazırsınız? Necə? Yəni qarşısına qoyursunuz. Deyirəm o 51-dən 0 Yəni 100 götürəndə demədik də, ikinci çünki 100 yazmırıq axı. Ta ki 1700-cü il yazıram da ora. Bəli. 00. Onun üçün elə yazdım sizin üçün asan olsun deyə. Tamam. Bir rəqəm də deyim, onu 50 desin. 50 məsələn 1988-ci il neçənci əsrdir? Neçənci yarısıdır oğlum? 1900 sonuna 2 rəqəmi ayırırıq, yəni 88-i. Ay sağ ol. 0-dan böyükdür 88. Ona görə 19-un üstünə bir gəlirəm 20. Düzdür. 20-ci əsrdir. Elədir 20-ci İndi əsr. yarısı da
deyə ikinci yarısıdır. Çünki 51-dən 100-ə qədər ikinci yarıdır. Ay sağ ol. Sondakı bu iki rəqəm 88, 51 ilə 100-ün arasında olduğuna görə olur 20-ci əsrin ikinci İkinci yarısı. yarısı. İndi Hüseynlə davam edək. Hüseyn oğlu, məsələn, 1871-ci il neçənci əsrdir, neçənci yarısıdır Hüseyn? Mənim 19-cu əsrdir. Hı hı. Yarısı da ikinci yarısıdır mənim. Ay Çünki sağ ol. Necə 50 hesabladın oğlum, izah elə? mənim əsr tapmaq üçün sondakı iki rəqəmini götürürük. Ay sağ ol. Orada 0 böyük olduğuna görə 18-in üstündə 1 gəlir, eləyir 19. Bu Ay sağ ol. 19-cu əsrdir. Düzdür Yarısı da oğlum. yəni bu 51-dən böyük olduğuna və 51-dən 100-ün arasında olduğuna görə 71. Ona görə də ikinci yarısı götürürük. Ay sağ ol. Düzdür oğlum. Bu da olur. İkinci İkinci yarısı. yarısı. Əla. Əla. Belə. Yarısı ilə bağlı məncə probleminiz olmaz. Elədir? Xeyr olmaz. Əla. Bəli. Məsələn, ta ki, Əli, 7-ci Bəli. əsrin birinci yarısına aid bir dənə rəqəmdir. 7-ci 7-ci əsrin əsrin 7-ci əsrin birinci yarısı. Bir rəqəm de oğlum. 811. Səncə rəqəm 7 ilə başlayırsa, 7-ci əsr deyirəmsə, ona 811 demək olar? Mənim 619 olar, mənim 619. Olar. Bax, Əli, sən dedin ki, 800, nəsə 10 dedin, 11 dedin, düzdürmü? Əgər 811. 811-dirsə, mən axı bunun üzərinə 1 gələcəm, çünki burada 11 var axı oğlum. Mənim o 9 alacaq. Mənim o 9 600. alacaq. Əgər 655 7-ci məsələn. əsr deyirəmsə, rəqəm 600 ilə başlamalıdır. 601, 600 600. məsələn, Hüseyn dedi 655. 19. Ay sağ ol. 655. 638, 639, ta ki 50. 600 oğlum. 50 de 600. daxil olmaq mı? Yaxşı. 50. Məsələn, birini də deyim oğlum. 50 daxil olmaq mı? 4-cü əsrin ikinci yarısı. Bunu mən deyə bilərəm. 50 Mən indi deyim. səndən soruşacağım Hüseyn. 4-cü əsrin ikinci yarısı. 351. Ay sağ ol. 351. 351-dən 400-ə qədər. Bəli, yəni məsələn 368 də deyə bilərəm. 372 də deyə bilərəm. Düzdürmü? Bunların Bəli. hamısını adi etmək olar. Əla. Məsələn, Hüseyn desin. Hüseyn, de görüm oğlum 11-ci yüzilliyin ikinci yarısı. Mən deyim mi? Mən deyim mi? Mən bilmirəm. Mənim ikinci yarısı. Aha, 11-ci mən- əsrin ikinci yarısı. Mənim 11-ci əsrin ikinci yarısı. 11-ci əsrdən götürə bilərim. Məsələn, 100 min, 101 deyəsən. De Əli. Mənim 1055. Neçə dedin oğlum? 1055. Ay sağ ol. Mənim 1060 da ola bilər. Ay sağ ol, olar. Mən bunu götürəcəm 1051-dən, 1051. düzdürmü? 1100-ə. Ta ki 1100-də 1100 qədər. daxil olmaqla. 11-ci əsrin bu ikinci yarısıdır uşaqlar. Aydın oldu? Bəli. 1100 özü də daxil olur. Olur. 1100 bəli. 1100 özü də daxildir. Bu da belə. Arkadakı bu 0 yazmışdım ha biraz əvvəl. Onun üçün yazmışdım. Dedi, ne müəllimə ora 0 yazmışsınız. Bax burada. Mən test toplarını zaten işləyəcəyik. Necə? Dəyanətin test toplusunu zaten. Test toplusunda hələ ki əsrlər yoxdur oğlum. Onu işləyəcəyik inşallah. Belə, ya əsrin başa düşdük, onu gələn dəfədən mövzular verəcəm. Evə test göndərəcəm, onu işləyərsiz. Belə, indi gəldik sizin orqanəli rübü.
Nədir Jüp. mən onu eşitmədim. Keçirik sizinlə jüp. Bir jüp 25 ildir uşaqlar. Bir jüp neçə ildir? 25 il. 25 Bir jüp 25 ildir. Əgər sizcə bir jüp 25 ildirsə, bir əsrdə neçə dənə jübü var? Bir əsrdə Hı -hı. Mən bir 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 əsr neçə ildir oğlum? Mən min. 100 il. 100 il. 100 il. İndi bir jüp də 25 ildirsə, bunda neçə dənə jüp olacaq? 100'ü Mən bölün də bir 25'e. Yo 25'e böldüm mən. 4. 4. 4 dənə jüp. Demək, bir jüp 25 ildir. Ona görə də bir əsrdə neçə dənə jüp var deyirik? 4 mənim. 4 dənə jüp var. Birinci jüp birdən 25-də daxil olmaqla, ikinci jüp 26-dan 50-də daxil olmaqla, üçüncü jüp 51-dən 75, dördüncü jüp isə 76-dan 100, yəni bu sondakı 2 sıfır daxil olmaqla. Yenə də bunu Bir necə əsr 25 hesablayırıq? rubdur. Bir Bəli, əsr 25 rubdur. bəli. Bir jüp 25 ildir. Bir jüp 25 ildir. Aydın oldu? İndi Bunların oxunuşları necədir mənə? nəyin oğlum? De 100'ü 25'e böldük 4 aldık. Onların oxunuşları. Bunları deyirsən. Hə, bəli, bəli. Bu birinci rübdür. Birinci rüb Rum rəqəmi ilə yazmışam. Əli Rum rəqəmi bilirsən oğlum? Bəli, bilirəm. Əla. Birinci rüb. Yəni 1-dən 25-ə kimi olanlar birinci rübdür. 26-dan 50-yə kimi olanlar ikinci rübdür. 51-dən 75-ə kimi olanlar üçüncü rübdür. Anladım. 76-dan 100-ə kimi olanlar da dördüncü rübdür. Gəlin bunu hesablayaq. Öyrədim ki, necə hesablayırıq. Yenə də işimiz sondakı iki rəqəmin üzərində geçəcək uşaqlar. Məsələn, bir dənə rəqəm deyim. Tak ki, 828-ci il. Hesablayaq. Neçənci əsrdir, neçənci yarısıdır, neçənci rübüdür. Bax, sonda yenə bu iki rəqəmə baxıram uşaqlar. Əgər bu iki rəqəm 1 ilə 25-in arasındadırsa, birinci rübdür. 26 ilə 50-nin arasındadırsa, 25-25 artırıram da elə bil ki, 1-dən 25-ə, sonra 25-in də üstünə bir də 25 gəlirəm. 26-dan 50-yə, sonra onun da üstünə bir dənə 25 gəlirəm. 51-dən 75, 25-25 artırıram. Aydın oldu? Bəli, İndi aydın. bu sondakı 28. Sizcə bu sondakı 28 bunlardan hansı rübə aiddir? 28. Mən birinci rüb. Mən birinci İkinci rüb. Axı birinci rüb 1-dən 25-ə kimidir? İkinci Yəni rüb, ikinci. ikinci rüb. Bəli, bu ikinci rüb olacaq uşaqlar. Aydın oldu? Bu neçənci rübə Bəli. aid imiş? İkinci İkinci. rübə. İndi əsrini hesablayaq. Neçənci əsrdir Hüseyn? Mən 9. 9-cu əsr. Düzdür. Neçənci yarısı? Mən birinci yarısı, ikinci Düzdür. rüb. Ay sağ ol. Birinci yarısı, ikinci rübü. Aydın Mən oldu? oldu? Tamam. İndi 50 ilə davam edək. 50 məsələn 66-cı il. Neçənci yüzillikdir? Neçənci yarısıdır? Neçənci rübüdür oğlum? 66'ya baxırıq. Hı -hı. 66 Önündə nə var 66-nın? ikinci rübdür. Burada nə var? 0. 0. Hı -hı. Qarşısında 0 var. 66 üçüncü rübdür. O neçənci yüzillik oldu? Neçənci yüzillik? Birinci yüzillik. Ay sağ ol. Birinci yüzillik. Yarısı da ikinci yarısı. Ay sağ ol. İkinci yarısı.
Rübdə üçüncü rübdə. Rübdə oldu üçüncü rüb. Ay sağ ol. Çünki 55 ilə 51 ilə 75 arasındadır. Üçüncü Bəli. rüb. Afərin oğlum. Bu da belə. Sonra məsələn Əli, tutaq ki 45-ci il neçənci əsrdir? Neçənci yarısıdır? Neçənci rübüdür oğlum? 45-ci il yanında sıfır qoyuruq. Önünə. Hı -hı. Hə, önünə sıfır qoyanda 40, 45 elə bir birinci əsrdir. Düzdür. Birinci yarısıdır. Ay sağ ol. Rübü də ikinci rübdür. Ay sağ ol. Düzdür. İkinci rübü. Rüb. Tamam. Hüseynlə davam edirəm. Hüseyn oğlum. 99-cu il. Neçənci əsrdir? Neçənci yarısıdır? Neçənci rübüdür? Mənim 99-cu il neçənci əsr? 99-cu il neçənci əsrdir? Birinci əsrdir mənim. Düzdür. Yarısı olacaq mənim ikinci yarısı mənim. Düzdür oğlum çünki Hə. 51-dən 100 arasındadır da. Rübü isə də mənim dördüncü rüb olacaq. Ay sağ ol. Dördüncü rüb. Bura kimi hər şey Mən deyim hazır oldu mi? uşaqlar? Bəli, mənim. Əla. Əla. Bu da belə. Bir də uşaqlar, qərinə deyilən bir şey var, amma qərinəni siz keçmirsiniz də. Yəni istəyirsiniz onu da deyim, yadınızda qalsın. Qərinə 33 il deməkdir. Gərinə Qərinə. Qınla başlayır. Qərinə. 33 il. Amma biz bunu, yəni 5-ci sinifdə keçmiş, sadəcə məlumat üçün deyim, yadınızda qalsın da. Elə bil ki, əgər bir qərinə 33 ildirsə, bir əsrdə neçə dənə qərinə olar? bir qərinə 33 il isə Mənim bir əsr. Bunu 2-yə vuranda 66 eləyir. 3-ə vuranda 99. Mənim 3 dənə. Mənim 3. Bəli, 3 dənə. 99-da tam 100 eləmir elə bil ki. Aydın oldu? Demək 3 dənə qərinə var. Bir əsrdə. Belə, bu sizə düşünməyəcək, sadəcə məlumat üçün bunu dedim. İndi gəlin minilliyi öyrənək. Minillik də eyni şey deməkdir uşaqlar. Demək, 1000 il. Dedik nə deməkdir? 1000 illik. 1000-ə neçə dənə sıfır var deyirik? 3 dənə sıfır var. Düzdürmü? Ona görə də ili minilliyə çevirmək üçün sondan 3 rəqəm ayıracam. Demək, əsrdə 2 sıfır var idi deyə sondan 2 rəqəm ayırdım. 1000-də 3 sıfır var deyə sondan 3 rəqəm ayıracam. Məsələn üçün 1239-cu il. Deyir ki, neçənci? 1000 illikdir. Baxıram, sondan 3 rəqəm ayırdım. 9, 3, 2. Əgər bu sıfırdan böyükdürsə, öndəki rəqəmin üzərinə 1 əlavə edəcəm. İndi 239 sıfırdan böyükdürmü? Bəli, böyükdür. Onda öndə qalan 1-in üzərinə neçə gələcəm? 1. Neçənci eləyəcək? İkinci minillik. Məsələn, 627-ci il. Deyir ki, neçənci? Minillikdir. Yenə də baxıram, sondan 3 rəqəm ayırdım. Mən desəm olar. 627. De Hüseyn. Mənim sondan 3 rəqəm ayırdı, 627. 627 də sıfırdan böyük olduğuna görə qabağında sıfırın üstünə də 1 gəlir mənim. Birinci minillik. Bəli, düzdür oğlum. Burada sıfır var, üzərinə 1 gələcəm, eləyəcək birinci minillik. Mənim elə bir 1-dən 1000-ə qədər Ay sağ ol. birinci minillikdir. Bəli Yəni oğlum. birinci əsrdir. Ay sağ ol. Birdən 1000 də daxil olmaqla 1000-ci il. Daxil olmaqla
birinci min illikdir. Min Hı. birdən neçədə daxil 21'den olmaqla? 2000'e kadar. Hə, 2000 min yıl. birdən min gəlirəm də 2000. bunun üstünə. 2000-ci ildə daxil olmaqla olur ikinci min illik. Yani 2000, 2001-dən 1200 yapacağız. ta ki 3000-ci ildə daxil olmaqla olacaq üçüncü Ha. min illik. Sizcə indi biz neçənci ildir? 2025. 2025 neçənci əsrdir Hüseyn? Mənim 2025 neçənci əsrdir? Hə. Hə, məmə, 25 məmə ondan 2 rəqəm ayrı. Hı -hı. 25 sıfırdan böyük olduğuna görə 20 üstə 1 gəlir məmə. Ay sağ ol. Neçə Hə. eləyəcək oğlum? 21-ci əsr. Ay sağ ol. Biz demək 21-ci əsrdə yaşayırıq. 21-ci əsrin 50 neçənci yarısında yaşayırıq oğlum? 21. asrın eşitledim ben. Neçənci yarısında yaşayırıq? 21. asrın Hı -hı. birinci Məmə yarısında. birinci. Birinci yarısı bir- çünki 25'dir də. 25 birdən 50'nin arasındadır. Birinci yarısı. Hüseyin neçənci rübündə yaşayırıq oğlum? Məmə neçənci rübündə 21-də həmən birinci rübü. Bəli. Çünki 25 özü daxildirsə, birinci rübü. Əli, neçənci min illikdə yaşayırıq bəs? Neçənci minillikdə. Sondan 3 rəqəm Sondan götürürəm. 3 rəqəm ayıracağım. Ay sağ ol. 25. 25. 0 25'ten büyüktü. Yani 25 sıfırdan sıfırdan büyüktü. böyükdür. Ona göre de 2'nin de üstüne bir geldi. 3. Ay sağ ol. Üçüncü. Demək biz beşinci, hazırda altıncı. 3-cü minillikdə yaşayırıq. Aydın oldu? Bəli. Bəli. Əla. Bu da belə. İndi uşaqlar, sizə nələri öyrədim? Sizə öyrədək burada 10 illiklər. 10 illikdə. Bəli. 10 illiklər. Birinci 10 illik, ikinci 10 illik, üçüncü 10 illik, dördüncü 10 illik. Belə. Mən deyirəm bu tarix maraqlı deyil. Maraqlıdır. Bəli. Lap yaxşı. Uşaqlar, linkimizin vaxtı bitir. Əvvəlcə eyni linkə daxil olun. İndi 10 illiklərdən danışırıq uşaqlar. Demək, yazıram bura 10 illik. İndi, Mən söz deyirəm. buyur oğlum. Deyirəm ki, dərsimiz neçə saat olur, bilmirik ona görə. Dərs, biraz bunu izah eləyənə kimi başqa dərsin var sənin hələ? Yox de, ümumiyyətlə Tamam. sınıfında 1 saat, 2 saat. Saat yarım. Hə, yaxşı. Tamam. 10 illik. 10 illiyi də dedik. Demək, dedik ki, 100 ildə neçə dənə 10 illik olur? 10 dənə 10 illik olur. Bəli. Düzdürmü? İndi birinci 10 illik. Birinci 10 illik deyəndə uşaqlar birdən 10 da daxil olmaqla birinci 10 illikdir. İkinci 10 illik 11-dən 20 də daxil olmaqla. Üçüncü 10 illik 21-dən 30 da daxil olmaqla. Bu 10-cu 10 21-dən illiklərə qədər verilmiş. 30 da daxil olmaqla. Dördüncü 10 illik 31-dən 40 da daxil olmaqla. Beşinci 10 illik. Bunların hamısına diqqət yetirin. Çünki bunlar həmişə testə düşürlər. Bunlar hamısı testin canıdır. 41-dən 50 də daxil olmaqla. 6-cı 10 illik 51-dən 60 da daxil olmaqla. 7-ci 10 illik 61-dən 70 də daxil olmaqla. Sonra 8-ci 10 illik, görürsünüz 70-i keçirəmsə artıq 8 deyirəm.
71'dən 80-də daxil olmaqla. Diqqət yetirirsiniz uşaqlar. Bax 71-i keçdimsə artıq 70-i keçdimsə 8-ci 10 illikdir. 80-də bitir. 9-cu 10 illik 81'dən, bax 80-i keçdim artıq. 81'dən 90'da daxil olmaqla 10-cu 10 illik və ya buna sonuncu 10 illik də deyirlər uşaqlar. Sonuncu 10 illik. Bu da təbii ki, neçədən neçəyə kimi olar Hüseyin? Ben bir de eşitmem. Ben bir de Neçədən diyebilirdim. neçəyə kimi olar oğlum sonuncu 10 illik? Ben öyle 10. 10. 91'dən. Bax, burada 90'da bitirmişəm. Ben 91'den 100'e kadar Mehmet. Ay sağ ol. 91'dən 100'ə kimi. Bunlar 10 illiklərimizdir uşaqlar. Demək, birinci 10 illik 1-dən 10'a, ikinci 10 illik 11'dən 10, 20'ye, 20. üçüncü 10 illik 21'dən 30'a, dördüncü 10 illik 31'dən 40'a, beşinci 10 illik 41'dən 50'ye. Bax, əgər 50'ni keçmişəmsə artıq 51'deyəmsə, bu neçənci 10 illik eləyir? Mehmet 6. Mehmet. 6-cı 10 illik. Aydın oldu? İndi gəlin bununla Aynen. misallar deyək. Məsələn, misal üçün. Tutaq ki, 16-cı əsrin Hüseyin, 16-cı əsrin birinci 10 illiyinə aid bir dənə rəqəmdir. 16. əsr Mehmet. Aha. 16-cı əsrin birinci 10 illiyinə aid olsun. Hə, tamam. Birinci 10 illik izah eləmədim axı necə hesablayırıq. Tamam. Bunu izah eləyim. Uşaqlar, 10 illik yenə də eyni gedir. Məsələn, 1505-ci il. Neçənci əsrdir bu? 16-cı əsr. 16. Neçənci yarısıdır? Birinci yarısı. Neçənci rübüdür? Birinci rübü. İkinci ribi. Minillik neçənci minillikdir? İkinci minillik. İndi gəldim 10 illiyə. Yenə də sonda bu iki rəqəmi ayırdıq. Əgər sonda bu iki rəqəm 1 ilə 10-un arasındadırsa, birinci 10 illik. 11 ilə 20'nin arasındadırsa, ikinci 10 illik. 21 ilə 30'da üçüncü 10 illik. Bu intervalla davam edir. İndi Bu 5. birinci 10 illik. Ay sağ ol. 5 hansına aiddir? Birinci 10 illik. İkinci Birinci, Birinci Mehmet. Birinci. ikinci. Və ya buna deyə bilərik ilk 10 illik. Aydın oldu? Bəli Mehmet. İndi məsələn 16-cı əsrin dedik ki, birinci 10 illiyinə aid rəqəm desəm, məsələn 1508. Ben 1500. Birinci 10 illik. 8. Əli, məsələn 17-ci əsrin ikinci 10 illiyinə aid bir rəqəmdir. Əli. 17. əsrin ikinci 10 milliyinə aid. Hı -hı. 17. əsrin. Ben 1613 olabilir. Olar. 1613 ola bilər. Hə. 1619 məsələn. Ay sağ ol. 1620. 1613, 1619. Bəli, olar. İndi Ta ki 1611-dən 1620-yə 20 də qədər. daxil O da olmaqla. daxil Ay olmaq. sağ ol. Əli, məsələn, oğlum, birinci əsrin üçüncü 10 illiyinə aid bir rəqəmdir. Üçüncü 10 illiyinə birinci əsr. Məsələn 22. Ay sağ ol. Məsələn, 22-ci il. 29, 30. Bəli, düzdür. Hüseyin, məsələn, birinci əsrin 30-cu, 4-cü 10 illiyinə aid bir dənə rəqəmdir. 4. Mehmet. Mesela diyebilirim Mehmet. 38 Mehmet. Olar. Bəli. 38-ci il. Mehmet 31'den 40'a kadar değil mi? Ay sağ ol. Bura ki məncə hər şey aydın oldu uşaqlar. Düzdürmü? Bəli. Əla. İndi bir də burada sizə nə izah edəcəm? Məsələn, burada bir də var uşaqlar 10-cu illər.
Bir daha izah edirəm. 10-cu illər. 10-cu illər deyəndə uşaqlar 10-dan 19 da daxil olmaqla olan illəri götürürük. 20-ci illər. 20-ci illər deyəndə 20'den 20-dən 30. 29 da Yok. daxil olmaqla olan illəri götürürük. Sonra Heç mən 30 götürmürəm. 30-cu Məsələn, illər. 20'den 3 sorulur. Necə, Əli? Deyirəm məsələn, birinci 10-cu illərdə Ondan başlayır. 10-dan Ondan 19-a. əvvəl yoxdur. Hı. Yaxşı? Ondan hesablayırıq da. 40-cı illər. 40-dan 49-a daxil olmaqla. 50-ci illər. 50-dən 59 da daxil olmaqla. Hüseyin, 60-cı illər desəm, indi neçədən neçəyə götürərsən oğlum? Hə, məmə 60-cı, məmə 60-dan 69-a qədər, Ay, 69-da sağ ol. özü daxil olar. Bəli. Əli, 70-ci illər desəm, oğlum? 70-ci illər desək, 70'den Hı hı. 79'a kadar 79'da Ay, daxil sağ ol. olmuşdur. Düzdür oğlum. Bəs Əli, 80-ci illər desəm? 80'den 89'a kimi. Yəni Ay, 89'da sağ ol. daxil olmaq. Düzdür. Hüseyin, 90-cı illər desəm, oğlum? Məmə 9-dan 99-a qədər, 99-da özü daxil olar. 90-dan, ay sağ ol, 99-a kimi. Düzdür. Düzdür oğlum. Bəs indi burada belə bir şey dedim sizə. 10-cu illərin birinci yarısı desəydim, neçədən neçəyə 10-cu götürərdin Əli? 10-cu illərin birinci yarısı Hı -hı. 4 rəqəmli olar, yəni 4 Bax, rəqəmli. 10-cu illər 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. Düzdürmü? 10 dənə il oldu da oğlum. Bunun indi birinci yarısı neçədən neçəyə kimi olar? 10, Ondan 11, 15'i de 12, 13, 14. Birinci yarısıdır. 15, 16, 17, 18, 19 isə ikinci yarısıdır. Hə, Aydın Anladım. oldu? bəli. İndi məsələn bax, birinci yarısı 10-cu illərin birinci yarısı 10-dan 14-ə, ikinci Yəni yarısı 10 da desəm daxil isə olur. 15-dən 19-a. Yəni 10 da daxil olur birinci yarısına. Bəli, onda daxildir. Məsələn, 30-cu illərin birinci yarısı. Hüseyin, Deyim neçədən neçəyədir? Məmə 30-dan 34-ə. Məmə 30-dan 34-ə qədər məmə. İkinci yarısı Məmə ikinci yarısı 35-dən 35. Məmə 35-dən 39-a qədər. 39-a kimi. Ay sağ ol. Məsələn, 50-ci illərdən deyək. 50-ci Məmə illərdə aha, Məmə 50-dən 54-ə qədər birinci yarısı, olar. ikinci yarısı 55-dən 59-a qədər də ikinci yarısıdır. Ay sağ ol. 55-dən 59 daxil olarıq. Bəli, düzdür uşaqlar, düzdür. Məsələn, gəlin belə bir rəqəm yazım sizə. Mən sənə verin də nə olur. Tamam. 50 ilə başlayaq. 50 oğlum, məsələn, 1978-ci il. Bu neçənci Evet. əsr oldu oğlum? 20. 20-ci əsr. Ay sağ ol. Neçənci yarısı? İkinci yarısı. Düzdür, ikinci yarısı oldu. Çünki 78-dir də. 51 ilə 100 arasında 51'den 100 oldu. arası. Neçənci rübü oldu oğlum? Neçinci rübü Hı oldu? -hı. Deyirəm mən. Niye? Rüb 25 il idi. Dördüncü rübü. Birdən Dördüncü rübü. 25-ə Dördüncü rübdü mənim. dördüncü rübüdür. Çünki 75-dən 100-ə kimi Yani olurdu? axırıncı rübü. Dördüncü Axırıncı rübü. rübü. Düzdürmü? Sonra oğlum, neçənci illəridir? 20-ci əsrin neçənci illəridir? 20-ci əsrin neçənci illərdi? Aha. 70. 70, bax sondakı iki rəqəmə baxıram yenə. 78.
78. Bax, illəri nə yazdıq bura? Hə. 70-dən 79-a kimi olan 70-ci neçənci illərdir. illərdir? 70-ci illər. 70-ci illər. Aydın oldu? Bəli. Ancaq işimiz Bəli. sondakı bu iki rəqəmləndir. 78. Bax 70 deyirəm də. 70 deyirəmsə 70, 71, 72 bu 70-ci illərdir. Aydın oldu? Neçənci illəri olur bu? 70-ci 70-ci illəri. illər. Bəs neçənci 10 illiyi olur? Neçənci 10 illik olur? Hı-hı. Deyil. 70-i keçmişəm artıq. 70-i keçmişəmsə neçənci 10 illik olacaq? Deyirəm. 71-dən 80-ə kimi olanlar neçənci 10 illik idi? 8-ci. 8. Çünki əgər 70-i keçmişəmsə 80-ə doğru gedirəm də, bu 8-ci olur. Bəli. Aydın oldu? Bəli. 9-cu 10 illik 80-i keçmişəm. 81-dən 90-a daxil olmaqla 9-cu 10 illikdir. Demək, bu neçənci 10 illik oldu burada uşaqlar? 8-ci 10 illik. Aydın oldu? Bəli. Bəli. Əla. Əla. Bir də uşaqlar, əsrin ortaları da deyirlər. Əsrin dediyi birinci yarısı, ikinci yarısı. Bir də ortaları da var. Bunu hara yazmışdım? Əsrin yarısı, hə. Bir də burada ortaları kəlməsini yazıb sizin üçün. Ortaları. Ortaları kəlməsini necə? Deyirəm bunu WhatsApp-a göndərəsiniz. Göndərəcəm, baxacaqsınlar. Ortaları deyəndə uşaqlar, əslində 45-dən 65-ə kimi olan illəri biz ortaları götürə bilərik. Aydın oldu? Əsrin ortaları deyəndə testlərin çoxsunda 45-dən 55-ə, 65-ə kimi olanları biz eyni zamanda əsrin ortaları da götürə bilərik. Və ya ta ki hadisə baş verib 1944-də siz buna ən yaxın olanı götürə bilərsiniz. Yəni 45-ə ən yaxın olan ta ki ortaları hesab etmək olar. Aydın oldu? 45-dən 65-ə kimi olan bu illər ki var, biz bunları əsrin ortaları da deyə bilərik. Məsələn, belə bir şey deyim sizə, ta ki. Məsələn, belə bir hadisə yazıblar. Yazıblar ki, Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasının birinci mərhələsi başa çatır. Deportasiya uşaqlar məcburi köçürülmə deməkdir. Bizi Qərbi Azərbaycanda İrəvandır uşaqlar. İndiki bu ermənilərin işğalı altında olan torpağımız var, şəhərimiz oradır. Bəli. Başa çatır deyirəmsə, hadisə olub 1953-də. İndi 1953 sonda bu iki rəqəm 45-dən 65-in arasındadır. Düzdürmü? Ona görə də mən buna 20-ci əsrin ortaları da deyə bilərəm. İkinci yarısı da deyə bilərəm. Aydın oldu Hüseyin? Bəli, mənim aydın oldu. Bəli, aydın oldu. Əli, başa düşdün oğlum? Bəli, düşdüm sonra. Demək, 53 həm ikinci yarısıdır 20-ci əsrin, həm də ortalarıdır uşaqlar. Bəli. Aydın oldu? Əla. Başa Bu belə düşdüm. centilmenlər. Sonra başqa bir misal da deyim. Hüseyinlə davam edək. Hüseyin, məsələn, 1888. Neçənci əsrdə oğlum? Məmə 19-cu əsr məmə. Düzdür. 19-cu əsr. Neçənci yarısı? Məmə neçənci yarısı? Hı-hı. Hə, məmə ikinci yarısı. Necə tapdın ikinci yarısı olmasın?
Mənim çünki 51-dən 100-ə qədər ikinci yarısıdır. Ay sağ ol. 1-dən 50-yə qədər də birinci yarısıdır. Düzdür oğlum. İkinci yarısı. Sonra neçənci rübü? Rüb deyəndə məmə Bir rüb neçə məmə il idi üçüncü oğlum? rüb, məmə üçüncü rüb. 9-cu Yox. rüb. Yox, məmə 4, məmə 4. Dördüncü rüb. 4. Bir rüb 25 il idi. Birdən 25-ə, 26-dan 50-yə, 51-dən 75-ə, 76-dan da 100-ə. Mən illiklər deyirəm, çaşıb. Hə. Neçənci 10 illik idi Hüseyn? Neçənci 10 illik. Hı -hı. Neçənci 10 illik deyəndə məmə 8-in, yox məmə 9-cu. Artıq bəli. 80-i keçibsə, neçənci 10 illik olacaq oğlum? Məmə 9. 9-cu 10 illik. 10 illik. Bəs Biri neçənci mənim illər? 80-dən 90-dadır. Bəli. 19-cu Neçənci əsr illər? neçənci illəridir? 19-cu əsr neçənci illərdir deyəndə məmə 80 Ay sağ ol. Bunu deyirik. 80-ci illər. illər. 80-ci illərin neçənci yarısıdır? Məmə ikinci yarısı məmə ikinci Düzdür yarısı. oğlum. 80-ci illərin ikinci İkinci yarısı. yarısıdır. Ay sağ ol. Bu da belə. Bura kimi hər şey başa düşdünüz uşaqlar. Çətin bir şey qalmadı ki. Deyir, heç Əla. bir çətin olmur. İndi uşaqlar, sizə bir şey də öyrədəcəm. Burada diqqətli olun. Bax, məsələn, siz deyə bilərsiniz ki, müəllimə, bu 2025-də yaşayırıq da, düzdürmü? Bəli, həmən. 2025-də yaşayırıqsa, bu rəqəm neçədən başlayıb? 1-dən başlayıb da. Bax, məsələn, sizin üçün bir interval çəkirəm. Bu olsun İnterval. başlanğıc nöqtəmiz. Yəni, bizim birinci ilimiz. Bizim birinci ilimiz, uşaqlar, biz təqvimimiz miladi təqvim hesab olunur. Miladi təqvim. Miladi təqvim nə deməkdir? Milad sözünün mənası anadan olma deməkdir. Anadan olma. İsa Peyğəmbərin, bu xristianların deyir ki, Peyğəmbəri var, İsa Peyğəmbər. İsa Peyğəmbərin doğulması ilə başlanan tarixə biz miladi təqvim deyirik. Biz özümüz müsəlman ölkəsi, İslam ölkəsi olsaq da, amma istifadə etdiyimiz təqvim miladi təqvimdir uşaqlar. Bir daha təkrar edirəm. Azərbaycan müsəlman ölkəsidir, amma miladi təqvimdən istifadə edirik. Yəni İsa Peyğəmbərin doğulması ilə başlayan təqvimdən istifadə edirik. Milad demək Evet. kimin doğulması ilə başlayır? İsa Peyğəmbərin tarixi ilə başlayır. Aydın oldu? Doğumu ilə Bəli, məmə. təqvimə biz nə deyirik? Miladi təqvim deyirik. Milad sözü də oldu anadan olma. Yəni Peyğəmbər İsa Peyğəmbər doğulduğu il birinci ildir. Biz buna miladi təqvim deyirik. Sonra gəlir ikinci il, sonra üçüncü il, sonra nəhayət gəlir məsələn 101-ci il, sonra 505-ci il. Nəhayət də sonra başqa nə deyə bilərəm? 600 məsələn bir götürək. Sonra 700 tak ki 8 götürək. Sonra 1999, nəhayət 2024, 2025. Aydın oldu? Yəni İsa Peyğəmbər 2025 il əvvəl dünyaya gəlib. Biz buna uşaqlar deyirik bu birdən sonrakı olan hadisələrə. Bir deyirik miladi təqvim. Miladi təqvim. Başqa deyə bilərəm bizim era. Era sözü başlanğıc deməkdir uşaqlar. Era nə deməkdir? Başlanğıc. Aydın oldu? İndi bura diqqətli yetirin uşaqlar. Bax, sizcə mən burada illəri azdan çoxa düzdüm, yoxsa çoxdan aza düzdüm? Bizim erada olan hadisələri. Azdan çoxa. Azdan çoxa. Məmə azdan Keçən illəri neçənci il idi? 2024. Bu il 2025-dir. Sizcə bu azdan çoxa gəlir, yoxsa çoxdan aza gəlir? Azdan Məmə çoxa. azdan çox. Azdan çoxa. Mən azdan- Ay sağ ol. Demək ki,
bizim erada illər azdan Yox. çoxa doğru gəlir. Aydın oldu? Bəli. Müəllimə eranın özü az deməkdir də müəllimə, hə? Era başlanğıcdır. Burada yazdım. Hə, başa. Məsələn, əvvəlcə 2023-cü il gəlir. Sonra 2024-cü il gəlir. Sonra Düzdürmü? 2025 Sonra da 2025-ci il gəlir. il. Aydın oldu uşaqlar? Yəni burada Bəli, müəllimə. hadisələr azdan çoxa doğru gəlir. Yaxşı? Biz Yaxşı, müəllimə. tarixdə hadisələrin azdan çoxa doğru düzülüşünə, hadisələrin azdan çoxa doğru düzülüşünə xronologiya deyirik uşaqlar. Xronoloji ardıcıllıq deyirik. Bir daha təkrar edirəm. Hadisələrin azdan çoxa doğru düzülüşünə biz nə deyirik uşaqlar? Xronoloji ardıcıllıq deyirik. Bir daha təkrar edək. Hadisələrin azdan çoxa doğru düzülüşünə biz nə deyirik? Xronoloji ardıcıllıq. Xronoloji ardıcıllıq deyirik. Ay, sağ ol. Məsələn, Mümkünsüzmü? yox, bunları göndərəcəm hamısını, baxacaqsınız. Narahat olmayın. Əvvəlcə başa düşün dərsdə. Məsələn, tutaq ki, illər verib, yazır ki, xronoloji ardıcıllığı Tamam. düzün. Məsələn, birinci il verib, birdə verib tutaq ki, hadisə 1201, ikidə hadisə baş verib 612-də, üçdə hadisə baş verib 714-də, dörddə də hadisə baş verib, məsələn, 1555-də. İndi Deyil mi? xronoloji ardıcıllığı necə düzəlir? Uşaqlar, linkimizin vaxtı Azdan bitir. çoxa. Eyni linkə daxil olun. Yaxşı, müəllimə. Olun. Bəli. Bəli, müəllimə, görürəm. Əla. Bax, burada nə izah elədim? Dedim ki, hadisələrin azdan çoxa doğru düzülüşünə, azdan çoxa xronoloji ardıcıllıq deyilir. Düzümü oğlum? Müəllimə, burada İndi aşağıda da Bəli. yazdı ki, xronoloji ardıcıllığı düzün. Rəqəmlərdə yazmışam. Hadisənin birincisi baş verib 1201-də, ikincisi mən baş birinci verib olacaq 600. 612. Ay, Birinci sağ ol. müəllimə olacaq 612. Bəli, sonra Sonra da 612-nin əvəzinə 714. biz onun rəqəmin qarşıdakı 2-ni yazacağam. Cavabım olacaq 2. Sonra, Müəllimə, sonra müəllimə 3. ay sağ ol. Sonra Sonra müəllimə olacaq 1. 1. Sonra müəllimə 4. Sonra da dörd. olacaq 4. Ay Dörd. sağ ol. 2, 3, Başa 1, 4. düşdünüz? Bəli. Bəli, müəllimə. Məsələn, bir dedim. Ta ki, yenidə deyək ki, xronoloji ardıcıllığı düzün. Xronoloji Mən bunu mən ardıcıllığı deyim. düzün. Bəli. Bunu indi Əli desin. Əli, məsələn, hadisənin biri baş verib 1247-də, ikincisi baş verib 1514-də, üçüncüsü baş verib 1801-də, dördüncüsü baş verib 1828-də. Necə düzərsən oğlum ardıcılığı? Azdan çoxa deməkdir xronoloji ardıcılığı. Bəli. Yəni birinci 1 gəlir, Ay, sağ ol. ikinci 2 gəlir, Bəli. üçüncü 3 gəlir, dördüncü də 4 gəlir. Ay, sağ ol. Azdan çoxa doğru düzdük. Aydın oldu? Bu çoxdan azana demək deyil. Çoxdan aza olmur. İndi onu deyəcəm. O eradan əvvəldir. Onu indi izah edirəm. Bura kimi hər şey başa düşdünüz? Bəli, Bəli. müəllimə, mən başa Əla. düşdüm. İndi uşaqlar, bax bu təqvimə baxın. Biz dedik ki, İsa Peyğəmbərin doğum tarixinə biz birinci il deyirik. Yəni onu eranın başlanğıcı hesab edirik. Bəs İsa Peyğəmbərin doğum tarixindən əvvəl hadisələr olmayıbmı? Əlbəttə ki, olub.
olub Olub da. müəllimə. Yəni ola Hə. bilməz ki, dünyanın yəni sadəcə bu da 2025 il ərzində olan hadisələr olsun da. Daha əvvəldə elə bizə məlum olan 100 min il əvvələ kimi olan hadisələr bizə məlumdur. Bəs biz bu hadisələri necə hesablayırıq? Bu hadisələrə biz deyirik, yəni İsa peyğəmbərin doğumundan əvvəlki olan hadisələrə uşaqlar biz deyirik bizim eradan əvvəl. Evet. Yaxud sadəcə olaraq eradan əvvəl. Buna qısa şəkildə bizim eradan əvvələ testlərdə B nöqtə, E nöqtə, Ə nöqtə deyirlər. Bizim sözünün B-sı, eradan əvvəl sözünün E-si, əvvəl sözünün də Ə-sini yazırıq. Qısa şəkildə B nöqtə, E nöqtə, Ə nöqtə deyirik. Bizim eradan əvvəl. Və ya eradan əvvələ də eradan sözünün E-si, əvvəl sözünün Ə-si. Qısa şəkildə E, Ə deyirik. Və ya miladdan əvvəl və ya miladdan buraya yazım. Miladdan öncə deyirik uşaqlar. Bunu da qısa şəkildə M nöqtə, Ə nöqtə və ya M nöqtə, Ö nöqtə deyirik. Yadınızda qalar? Bəli müəllimə. Bəli, müəllimə. Belə. İndi bunları silim istəyirsiniz. Silin. Saların yazım. Yerimiz çox getməsin. Demək, İsa peyğəmbərin doğumundan sonraki tarixə biz nə dedik? Miladi Bu təqvim nöqtə və ya bizim era. Düzdürmü? bizim ev. İsa peyğəmbərin Bəli. doğumundan əvvəlki tarixə nə dedik? Bizim Mikro. eradan Bizim əvvəl era və ya bizim sözünü yazmaya da bilərəm. Sadəcə eradan əvvəl Eradan deyə əvvəl. bilərəm. Və ya miladdan öncə və ya miladdan əvvəl deyə bilərəm. Qısa şəkillərini yazdım sizin üçün. Aydın oldu uşaqlar? Bəs burada Bəli, illərin aydın oldu. hesablanmasını necə götürürük? İllərin hesablanması miladdan öncə. Əvvəl eradan əvvəl 2025 gəlir. Sonra eradan əvvəl 2024 gəlir. Çoxdan aza doğru gəlirəm Hüseyn. Sonra eradan əvvəl 1701 gəlir, məsələn üçün deyirəm də. Sonra məsələn 602-ci il gəlir. Sonra gəlir 2-ci il. Sonra eradan əvvəl 1-ci il. Sonra bizim eranın 1-ci ili gəlir. Bunların hamısı eradan əvvəldir. Eradan əvvəl. Aydın oldu? Demək, eradan əvvəl Bəli. hadisələr çoxdan aza doğru gəlirmiş. Sonra ən sonuncu il, yəni biz bunun uşaqlar başlanğıc tarixini bilmirik də. Yəni bizə məlum olan dünyanın yaranması ilə falan filan bağlı hadisələr eradan əvvəl ilk insan tipinin yaranmasından götürürük. Yəni bunun tarixi bizə məlum deyil. Aydın oldu? Bu Bəli, təqvimin Biliyorum. nə əvvəli bizə məlumdur uşaqlar, nə də bizim eranın nə vaxt bitəcəyi bizə məlum deyil. Yəni dünyanın nə vaxt Bəli. sonlanacağı, bu bizim miladi təqvimin nə vaxt baş çatacağı bizə məlum deyil. Eyni zamanda miladdan öncəki olan hadisələrin də nə vaxt başladığı bizə məlum deyil deyirik. Aydın oldu? Bəli müəllimə. Əla. İndi hadisə əgər eradan əvvəldirsə, birinci böyük gəlir, yoxsa kiçik gəlir? Birinci məsələn 601 gəlir, yoxsa 501 gəlir? Mən birinci 501 gəlir. 501. Eradan əvvəl 601. 601. Mənim 600. Bax Hüseyn, bura bax oğlum, ekrana bax. Ekranda birinci 2025 yazmışam. Sonra 2024 yazmışam miladdan öncəyə. Buranı gördün oğlum? Bizim eranın əksidir. Bax düşünürsən ki, məsələn, əgər hadisə bizim eradadırsa,
birinci 2024 gəlir, sonra 2025 gəlir. Amma eradan əvvəldirsə, əvvəl 2025, sonra 2024 gəlir. Aydın oldu? İstəyirsiniz bura Bəli, müəllimə, aydın yazmışsınız. oldu. Eradan əvvəl olan hadisələr çoxdan Oldu. Olmuş. aza doğru sayılır, hesablanır. Belə yazaq. Başa düşdüm müəllimə. Aydın oldu? Mən də başa düşdüm. Yəni Bəli, müəllimə. əvvəl 601, sonra 600-cü il gəlir. Aydın oldu? Yəni xronologiyadan Bəli. götürsəm, məsələn, əvvəlcə 500, Sonra müəllimə sonra 600. 499, sonra 498. Belə də bu intervalla davam edir. Ən sonuncu gəlir EE2, EE1, sonra da bizim eranın İsa Peyğəmbərin doğum tarixi başlayır. Aydın oldu? Bəli, müəllimə, aydın oldu. Əla. İndi Bəli, yazıram. müəllim. Məsələn, Hüseyn. Yazmışam ki, oğlum, xronoloji, ardıcıllığı qurun. Düzdürmü? İndi hadisənin biri baş verib EE, yəni eradan əvvəl 1200, ikincisi baş verib EE, yəni eradan əvvəl 808-ci ildə, üçüncüsü baş verib bizim eradan əvvəl. Bizim eradan əvvəllə eradan əvvəl nə idi? Eyni şey deməkdir. Düzdürmü? Eyni şeydir müəllimə. Hamısı eyni Bəli, mənada müəllimə. bunlar. 900-cü il. Dördüncü hadisə də olub. Miladdan öncə, bu da eyni şey deməkdir. Miladdan öncə, eradan əvvəl, bizim eradan əvvəl, hamısı yəni İsa Peyğəmbərin doğumundan əvvəlki illərə aiddir. 1500 ta ki 9-cu il. İndi arıcılığı necə qurarsan oğlum burada? Müəllimə, birinci müəllimə, ikinci gələcək. Birinci hansı il gələcək oğlum? Mən birinci 2 gələcək. Yəni Yox. eradan Axı əvvəl. eradan əvvəldirsə hadisə çoxdan aza Müəllimə, doğru gəlir axı. Mən birinci gələcək eradan əvvəl 1509 müəllimə. Bəli, yəni onun rəqəmini yazacağam da mən. 4, 4 1 1, ay sağ ol. 3 2. Ay 3 sağ 2. ol. 3, 2. Başa düşdün oğlum bunu? Bəli Demək, müəllimə. hadisələrə hamısına baxıram. Əgər hamısı eradan əvvəldirsə, böyükdən kiçiyə doğru götürəcəm. Bizim dövrümüzün Bəli müəllimə. əksinədir. Bizim erada hadisə çoxdan aza doğru gəldi. Əvvəl 2024, sonra 2025 gəlir. Amma əgər rəqəmin önündə EE və ya B nöqtə E nöqtə Ə və ya M nöqtə Ö, yəni miladdan öncədirsə, çoxdan aza doğru gələcəm. Aydın oldu? Bəli. Bəli müəllimə. Əla. İndi bunu Hüseyn Əli desin. Əli deyir ki, oğlum, xronoloji, ardıcıllığı qurun. Hadisənin biri baş verib miladdan əvvəl M nöqtə Ə, miladdan əvvəl 1801. İkincisi baş Evet. verib eradan əvvəl 1701. Üçüncüsü baş verib bizim eradan əvvəl 455-ci il. Dördüncü hadisə baş verib miladdan öncə 9-cu əsr. Beşinci hadisə də baş verib bizim eradan əvvəl 8-ci əsr. İndi cavabı qur oğlum. Hmm.
Hüseyin sen de bak. Bax, burada diqqətli Bir, ol, Baxıram mən. çaşdırmasın. birincidə Bəzisi bir burada olacaq. ildən vermişəm. Bəzisində əsrdən vermişəm oğlum. Hmm, yazım ne? Hə. Hı -hı. 2, 4, 5. Hə, birincidə olacaq 1. Düzdür oğlum. Çünki bir ən Hə, böyüyüdür. Ən böyüyündən başlayacağım. 1, hə. İkincidə olacaq 2. düzdür. Üçüncüdə olacaq 4. Ay, sağ ol. Dördüncüdə olacaq 5. Düzdür oğlum. Beşincidə də olacaq 3. Ay, sağ ol. Doğrudur oğlum, afərin. Əgər belə olanda uşaqlar, illi də əsrə çevirin. Bax, 1801 neçənci əsr olur? 19-cu əsr. 1701 18-ci əsr. Bu da 5-ci əsr. Digərlərinə 9-dan 8-dən vermişəm. İndi bunu bir deyim, Hüseyin desin bunu. Hüseyin, yenə deyir ki, oğlum, xronoloji, ardıcıllığı qurun. Demək, hadisənin biri baş verib miladdan öncə 1700, hadisənin ikincisi baş verib miladdan əvvəl 5-ci əsr, üçüncü hadisə baş verib eradan əvvəl 1202-ci il, dördüncü hadisə də baş verib bizim eradan əvvəl 18-ci əsrdə. İndi cavabın necə olar oğlum? Mənim birinci gələr 4. Düzdür. Çünki ən böyüyü Birinci 18-ci gələr, əsr. mənim birinci gələr 4. Hı Sonra -hı. gələr mənim 1. Çünki Düzdür oğlum. 17. Hı -hı. Sonra Doğrudur. sonra gələr 3-cü, yəni 13. Ay, sağ ol. Sonra gələr mənim 2. Ən balacası da 2, yəni 5. Ay, sağ ol. Düzdür oğlum. Afərin. Afərin. İndi uşaqlar, bəs məsələn üçün bir dənə il yazıram. Yenə də ikiniz də baxın, ikisinə də cavabı istəyəcəm. Yazmışam ki, Yaxşı. xronoloji, ardıcıllığı qurun. Yaxşı, mənim. Hadisənin biri baş verib eradan əvvəl 1400-cü ildə. İkinci hadisə baş yazmışam 1410. 1410-sa, uşaqlar, bunun qarşısında heç nə yoxdursa, bu bizim era deməkdir. Yəni indiki yaşadığımız dövr deməkdir. Üçüncü hadisə baş verib miladdan öncə 7-ci əsrdə. Dördüncü hadisə baş verib 1736-cı ildə. Beşinci hadisə də baş verib bizim eradan əvvəl 1209-cu ildə. Mən deyim. İndi cavabı sizdən Mən deyirəm. istəyirəm. Tamam, Mən əvvəlcə deyim. Əlidən soruşaq. Əli cavabı nə dedin? Bura yazaq Əlinin cavabı. Burada yazaq Hüseynin Ee, cavabı. Birinci olacaq 4. Əli dedi ki, İkinci, birinci olacaq 4. Sonra, bəli. İkinci olacaq 2. sonra Üçüncü olacaq 1. 1. Dördüncü olacaq 5. Beşinci də olacaq 3. Tamam. Hüseyin sen ne dedin oğlum? Mənim birinci olacaq 4. Hı -hı. Mənim sonra ikinci olacaq 2, 2. 4, 2. Sonra mənim olacaq 1. 1. Sonra olacaq mənim 5. Hı -hı. Sonra olacaq mənim 3. Ən axırda 3-dür Üç. mənim. Bakın uşaqlar. Yuxarıdakı cədvəlimizə baxın. Bəli. Bu cədvəldə, cədvələ görürsünüz burada.
Bu cədvəldə Evet. əvvəl eradan əvvəl gəlib, yoxsa bizim era gəlib? Evet. Əvvəl Birinci hansı gəlir? eradan Bizim ev. Əvvəl eradan əvvəl gəlir. Düzdürmü? Evet. sonra bizim. Sonra bizim era gəlir. İndi demək biz xronoloji ardıcıllıqda nə etməliyik? Əvvəl eradan əvvəlləri götürməliyik. Sonra bizim eranı götürməliyik. Başa düşdünüz? Anladım. Əvvəl eradan əvvəl olan hadisələri götürməliyəm. İndi mənim burada eradan əvvəl 3 dənə hadisəm var. 1, 3, 5. Düzdürmü? Mənim cavabım da bunlara uyğun olmalıdır. Yəni sizin ikinizin də cavabı burada yanlış olur. Elə deyilmi? Birinci eradan əvvəlləri Bəli. götürməliyəm. Eradan əvvəl 3 dənə hadisənin içərisində ən böyüyünü götürəcəm mən. Çünki eradan Birinci əvvəllər hadisə ən böyüyü ilə başlayır. Rəqəm neçə ilə başlamalıdır indi? Hansını birinci götürməliyəm? Ben birinci biri Birinci götürmeliyim gələcək Mehmet. 1. Sonra olacaq Sonra Mehmet 5. gelecek 5. Sonra Sonra olacaq 3. 3. Yəni əvvəlcə eradan əvvəlləri müəyyənləşdirdim. Sonra gələcəm bizim eraya. Bunların qarşısında Mehmet heç bir şey olmadığına görə, nə m.ö, nə e.ə, nə bizim eradan əvvəl olmadığına görə bu bizim eradır. Bizim erada hadisə birinci böyük yoxsa kiçik gələcək? Mehmet birinci büyük gelecek. Yox. Mehmet yok Bizim küçük gelecek Mehmet. əvvəl Kiçik gelecek. 2024, sonra 2025. Əvvəl Mehmet 2, ondan sonra 4. Aydın oldu? Mehmet ondan ben sonra 2 sonra da 4. 2 sonra da 4. Bəli, 2 sonra da 4. Düzgün cavab belə olmalıdır. Aydın oldu uşaqlar? Evet. Bəli Tamam. Mehmet. İndi bir də misal deyirəm. Onu da taparsınız. Bir saniye. Yaxşı Mehmet. Görün burada. Gəlin elə bunu silin. Yazın siz özünüz üçün. Xronoloji ardıcıllığı qurun. Xronoloji ardıcıllığı qurun. Birinci hadisəyə eradan əvvəl 66. Birinci hadisəyə yazmışam. Eradan əvvəl 66. İkinci hadisəyə yazmışam. M nöqtə, Ö nöqtə, 100. Üçüncü hadisə olub bizim eradan əvvəl 9-cu əsr. Dördüncü hadisə olub 1901-də. Beşinci hadisə olub 321-ci ildə. Altıncı hadisə də olub 77-ci ildə. Belə. İndi cavabı qurun. Yəni xronoloji ardıcıllığı qurun. Tapa bildiniz? Bəli. Tamam. Mehmet bir dakika ben tapıram indi. Əli tapdınsa de oğlum sən. Sənkin yazın. Ben yazdım 3, 3, 2, 2, 6, 6, 1, 1, 4, 5. 4, 5. 5. Tamam. Mehmet 5 dakika gözle indi ben tapacağım. 5 dəqiqə çoxdur axı Hüseyn. Əli Mənim yaxşı 3 yazdığına dəqiqə. bir də bax oğlum. Əli 6-ya nə yazmısan sən oğlum? 6'ya 5 yazmışım. Mehmet diyeyim mi? 6-cı hadisəyə.
Nə yazmısan? Yazmışam mən burada 321. 77-ci il. Sən də elə yazmısan da? Bəli, elə yazmışam. Tamam. Hə, Ben Hüseyin buyur deyim, ben oğlum. yazdım. De. Ben birinci gəlir 3, 3, sonra gəlir 2, 2, 1, 1, 5, 4, 5, 6. 4, 4, 6. 4, 6, Bəli, müəllimə. 4, 6. Tamam. Yo, müəllimə 6, 4, müəllimə 6, 4, 6, 4. 6, 4. Bəli, müəllimə 6, 4. Niye dikkatli olmadınız? Altı, dört. Bakın uşaqlar, indi ikinizin də səhvi var. İkiniz də səhv dediniz. İzah edirəm. Bax, dedim ki, burada bizim eradan əvvəldə var hadisə. Bir də bizim erada var. Düzdürmü? İndi birinci mən Bəli. hansını götürməliyəm bunlardan? Əvvəlcə eradan əvvəllərlə başlamalıyam. Çünki eradan əvvəl, yəni mənim də eramdan əvvəl olub da, təbii ki, mən bunu birinci götürməliyəm. Eradan əvvəl burada 3 dənə hadisə var. Birinci, ikinci, üçüncü. Bu hadisələri mən böyükdən kiçiyə doğru götürməliyəm. Bunların ikisi də birinci əsrdir. Bu da birinci əsrdir. Bu isə 9-cu əsrdir. Deməli, mənim ilim olmalıdır 3, 2, 1. Düzdürmü? Əli. Bəli. Eradan əvvəl birinci 9-cu əsr gələcək. 9-cu əsr neçə ilə başlayır? 801-dən başlayır da ən azı. Elə deyilmi? Bəli. Ona görə də birinci 3 gələcək, sonra 2 100 gələcək, sonra 66 gələcək. Çünki çoxdan aza doğru gedirəm. İndi gəldim 3 dənə də hadisə mənim eramda olub. Mənim eramda olanlar da kiçikdən böyüyü olub. Biri 1901-dir, biri 321-dir, biri də 77-dir. Sizcə indi bu kiçikdən böyüyə doğru getməli deyil? Bəli. Əvvəl 6, sonra 5, sonra 4 gəlməli deyilmi Hüseyin? Bəli, müəllimə. Hə. Biraz diqqətli Mən olsaydın anlamadım Hüseyin daha şey çox ki. yaxınlaşmışdı. Necə Əli? Mən anlamadığım şey oldu ki, niyə bayaqkında böyükdən getdik? Yəni heç Hansında qarşısında oğlum? işlər yazmışdım, bu kiçikdən getdik. Yox. Yenə də eyni şeyə gelirik oğlum. Eradan əvvəllər böyükdən kiçiyə doğru gedirəm. Bizim erada isə kiçikdən böyüyə doğru gedirəm. Dedim, bunu necə yadımıza saxlayırıq? Keçən il 2024 idi, bu il 2025-dir. Müəllimə, Bəli. müəllimə, bir də yer dəyişə bilərəm. Necə? Bir də yer dəyişim də. Olar oğlum, olar, olar. Aydın oldu? Əli. Bəli. Bəli. Eradan əvvəlləri böyükdən kiçiyə doğru götürürsən oğlum. Bizim erada olanlar isə kiçikdən böyüyə doğru götürür əzizim. Aydın oldu? Bəli. Tamam. Gəl bir misalda deyim. Onu da yazaq. Məsələn, elə buradan deyim. Buradan yazaq. Mənim o birisinin doğru cavabı nə idi ki? Deyə bilərsiniz. Bunu Mən Bunu 20 yazdım dəyişdim. oğlum. Birinci doğru cavab budur. En sonunda benim yazdığım. Bak budur. Sizin cevaplarınız yanlış oldu burada. Əvvəlcə 3, sonra 2, sonra 1, sonra gəlməlidir 6, 5, sonra da 4. Müəllimə, bir Bəli, dənə əzizim. söz deyə bilərəm. Əziz. Əslində mən də onun cavabı götürəcəm. Birdən birinci səhv çıxar götürüm öz yazdıqlarımla. Əslində onu mən götürəcəkdim. Çünki 3, oğlum 2, çoxdan 1. aza doğru, eradan əvvəl olur, azdan çoxa bizim erada. Birini də yazıram. Yenə də sualımızın şərti xronoloji, ardıcıllığı qurun. İkiniz də yazırsınız. Yapmam. Xronoloji, ardıcıllığı, qısa yazın, qurun. Hadisənin biri baş verib 1501-də birinci hadisəmiz 1501-də. İkinci hadisə eradan əvvəl 8-ci əsrdə baş verib.
Üçüncü hadisə eradan əvvəl 7-ci əsrdə baş verib. Dördüncü hadisə bizim eranın 1601-ci ilində baş verib. Beşinci hadisə miladdan öncə 82-ci ildə baş verib. Altıncı hadisə də baş verib 1468. Diqqətli olun, səhv cavab istəmirim. 82-ci ildə Mən bir də ikinciyə nə yazmışsınız? 8-ci əsr. Çox sağ olun. Tapdınız? tapırıq mı? Tamam, biraz cəldə olun. Uşaqlar, linkimizin vaxtı bitir. Eyni linkə daxil olarsınız. Hüseyin, buyur əzizim. Mən birinci yazmışam 3, 3, 2, 2, 5, 5, 4, 4, 6, 1. 6, 1. Əli sən? 1. Yazdım mən 4, 4, 2, 2, 3, 3, 5, 5, 6, 6, 1. 1. Tamam. İndi cavabı mən deyirəm. Sonra burada bizim eranın 601-ci ili bu sadəcə bizim eranın deməkdir. Eradan əvvəl demək deyil. Əli. Bax, sən birinci bununla başlamısan ha, bizim eradan 4-lə. Oğlum, bu bizim era deməkdir. Mən burada yazmamışam axı. Aydın oldu oğlum. Əli, ona görə də əzizim, bu bizim era deməkdir. Əgər mən burada əvvəl yazsaydım, sən bunu doğru götürərdin. Birinci bununla başlayardın. Mən sadəcə burada sizi çaşdırmaq üçün bizim eranı yazdım. Başa düşdün oğlum? Yəni bu Evet. eradan əvvəl demək deyil. Dedim ki, bizim eranın 1601-ci ili. Yaxşı. İndi düzgün cavabı mən sizin üçün yazdım. Sonra görüm hansını düz yazmışsınız. Birinci, eradan əvvəllər gələcək. Eradan əvvəllər 8-ci əsr, 7-ci əsr və 82-ci il var. Düzdürmü? Bax, Bəli. Hüseyin, sən birinci 3-dən başlamısan, sonra 2. Hüseyin, eradan əvvəl 7-ci əsr birinci gəlir, yoxsa 8-ci əsr birinci gəlir? Mən birinci 7 ya, sonra 8 gəldim ama. Yox, oğlum, axı dedim ki, eradan əvvəl böyük gəlir, sonra kiçik. Elə deyil, Mənim Hüseyin. onda mənim olacaq birinci 2. Bəli, əvvəl Sonra 2 gəlməlidir. Sonra Sonra üç 3, olmalı, 7-ci əsr. Sonra 82, birinci sonra əsr, 80. yəni 5. Başa düşdün oğlum? Mənim. Hüseyin, görüntünü Mən aç sonra- əzizim. Sonra keçdim indi bizim eralara. Bizim eralarda 1501'di, 1601'di, 1468'di. Birinci hansı gələcək burada? 6, 1468. Kiçikdən böyüyə gedirəm. Sonra 1501, sonra 1601.
Cavabımız bu olmalıdır. Aydın oldu? Bəli, Bəli, Dəqiq? müəllim. bəli. Bəli, müəllim. Tamam. Onu da bir sualda yazıram. Yenə deyirik ki, xronoloji ardıcıllığı qurun. Yazın. Xronoloji ardıcıllığı qurun. Müəllim, o Bəli. qarşısında yazmısınız işte. Onlar bizim era deməkdir. Bəli. Əgər qarşısında heç bir şey yazmıramsa, bu bizim era deməkdir. Və ya bizim era yazmışamsa, bu da mənim eram deməkdir. Bizim era deməkdir. Yaxşı oğlum? Yaxşı. müəllim. Tamam. Yəni burada həmişə azdan çoxa eləməliyik də. Bizim erada bəli, azdan çoxa. Demonicə yadda saxlayırıq. Keçən il 2024 idi, bu il 2025-dir. Azdan çoxa bizim erada. Amma bizim eradan əvvəl olanda onun tərsini götürəcəm. Əvvəl 2025, sonra 2024. Aydın oldu? Bir daha Bizim təkrar eradan eləyək. əvvəl olmalı. Bizim erada olan hadisələri necə götürürük? Əvvəl 2020, sonra da 2025. Yəni azdan çoxa. 2024 Azdan. böyüdü, yoxsa 2025 böyüdü? 2025. 25. Amma Beş. 2024 birinci gəlib. Yəni azdan çoxa. Eradan əvvəl olanda Hüseyn necə götürəcəm? Mənim eradan əvvəl deyəndə mənim böyükdən balacaya. Ay sağ ol. Böyükdən kiçiyə. İndi yazıram. Mənim bizim eradan əvvəl 2024 böyük sayılırdı. Elə olanda. Bəli, məsələn 2024 eradan əvvəl olanda 2023-dən böyüdür. Əgər onu demək istəyirsənsə. Bəli, onu deyil. Hı -hı. Birə yazıram. Birinci hadisə baş verib. Eradan əvvəl 3-cü əsrdə. İkinci hadisə baş verib. Bizim eranın 1514-cü ilində. Üçüncü hadisə baş verib. Miladdan öncə 1-ci əsrdə. Dördüncü hadisə baş verib. Bizim eradan əvvəl Mənim təzədən deyə bilərsiniz o 3-dən başlayıb. 2-ci əsrdə. Necə oğlum? 3-dən təzədən deyə bilərsiniz. Ekranı görürsən, Əli? Görün. Onları yaz oğlum. Evet. Sonra 5-ci hadisə baş verib. 5-ci hadisədə nə deyim? Məsələn, 1969-cu ildə. 6-cı Biri bizim hadisədə eradan əvvəl yazmışsınız. necə? Yoxsa birə bizim eradan əvvəl yazmaq istəmisiniz? Birə E.ə yazmışam. E.ə nə deməkdir? Eradan əvvəl. Dedik ki, eradan əvvəl, bizim eradan əvvəl, miladdan öncə, miladdan əvvəl. Bunlar hamısı eyni məna kəsb edir. Əli, bax, Evet. yuxarı bax oğlum. Bir saniyə. Hı. Bunu hara yazdıq? Hə, bax. Bunları görsən oğlum. B nöqtə, E.ə, E.ə, M.ö, M.ə. Bunlar hamısı eyni deməkdir. Yəni, görsən, Evet. başlanğıcını Azdan hara çox qoymuşam? olabilir. Buradan əvvəl olub. Yəni, bizim eradan əvvəl olub bu hadisələr. Müəllimə, Yəni Bəli. hepsi eyni şey deyil də. dərsimiz çox qalıb. Anamın dərsi var ona görə. Tamam, bu da tapım bitirirəm. Yaxşı müəllimə. Yəni bu 4 dənəsi azdan çoxa deməkdir hamısı. Çoxdan aza. Axı eradan əvvəldə olar. Yaxşı. Eradan əvvəldirsə, çoxdan aza. Hüseyin, sən tapdın? Mən bir də 6-cı, mən baxım tapacam. Tamam 6-cı. oğlum, görüm onu harda yazdım. Hə. Altına da yazıram. Miladdan əvvəl Mən 3-ə 1-ci əsr yazmışam. 465. 3-ə bəli, miladdan öncə 1-ci əsri yazmışam. Bizim
İkinci əsr yəni. Tapdınız? Tapırıq müəllim. Müəllimə bir dəqiqə. Yox. Müəllimə tapdım mən də. Tamam, de Ben Hüseyin. değilim. Gözleyeyim. Birinci mən deyim müəllimə. De. Müəllimə birinci gəlir 3, 3, sonra 4, 4, 1, 1, 5, 5. 26, 2, 6. Birinci üçü götürmüşsən, yəni birinci əsri. Sonra ikinci Bəli. əsri, sonra üçüncü əsri. Hüseyin, eradan əvvəl 1, 2, 3 deyirəm, yoxsa 3, 2, 1 demək lazımdır eradan əvvəl? Yenə eyni səhv elədin Hüseyin. Oğlum, eradan əvvəl çoxdan aza doğru götürürsən. Hüseyin, çoxdan aza da Müəllimə, oğlum. məndə bir şey var ki, bir şeyi deyəndə ikinci dəfə onu səhv yazmalıyam da. Yəni yadımda qalmır, eyni şey Elə yadımda demə. qalmır. Elə şey demək olmaz. Bir də bax. Əvvəlcə eradan əvvəlləri tapıram. Yəqin biraz yoruldunuz. Eybi yox. 5-ci gün biraz da bunun üstündə davam eləyərəm. Əvvəlcə eradan əvvəlləri tapırıq. Cavabı deyirəm, hamınız baxırsınız mənə. Gələn dəfə bir də davam eləyərəm. Mehmet deyince adı ne olur? Dəli. 6, 6, 1, 1, 4, 4, 3, 3, 2, 2, 5. 5. Tamam. Birinci 6 ilə başladın. Miladdan əvvəl, düzdür. Çünki bu 5-ci əsrdir. Sonra 1-ə gəldin, 3-cü əsr. Sonra 2-ci əsr, sonra 3-cü əsr. Əla. Bura kimi düz getmisən, Əli. Bizim erada 2 və 5. Sizden de Afərin öyle. Əli. Düz tapdın oğlum. Düz yapıyorsun. Düzdür oğlum. Afərin. Demək, Hüseyin, əvvəlcə hadisələri nə edirəm oğlum? Əvvəlcə eradan əvvəlləri tapıram. Yaxşı. Eradan Yaxşı müəllimə. əvvəl olanlar. Eradan əvvəl olanlar hansıdır? 3-cü əsrdir, 1-ci əsrdir, 2-ci əsrdir və 5-ci əsrdir. Eradan əvvəl olanda, Hüseyin, vərəqə özün üçün yaz. Eradan əvvəl olanda çoxdan aza doğru gedirəm. Çoxdan aza. Yəni Ben birinci sizin gəlməlidir dediğiniz 5-ci əsr, sonra 1-ci əsr, sonra 2-ci əsr, sonra 3-cü əsr. Bizim Ben erada mesela olanda isə ondan sonra yazdım. necə? Derim ki ben sizin dediğinizi kösürttüm ondan sonra Ay yazdım. sağ ol. Yaz, əzbərlə sonra. Bizim erada olanda isə azdan çoxa. Yəni əvvəlcə 2, sonra 5. Yaxşı? Yaxşı. Belə, oldu uşaqlar. Sağ olun. İnşallah Sağ olun ki müəllimə. hələlik biraz gözləyin.